Salam əziz izləyicilərim. Bugün sizə çox rahat, çox pratik bir baklava resepti ilə gəldim. Amma bu Azərbaycan baklavası deyil, bu Türklərin baklavasıdır. İndi isə keçək reseptinə. Bunun üçün bizə lazım olacaq 200 ml stəkanla bir barmaq eksik, yəni bir stəkandan bir barmaq eksik su və eyni ilə bir stəkandan bir barmaq eksik qatıq, bir ədəd yumurta, bir çimdik duz, bir çimdik duz ve bir paket kabartma tozu, 4 stəkan yarım un, yani her unun markasına göre değişir, dikkatli olun, ve 60 gram da tereyağı. Tereyağını en sonda işlədəcəyik, yani ilk başta değil. İlk əvvəl sıvı malzemeleri karıştırırıq ve unumuzu əlavə edib ələ yapışmayan, yəni çox gözəl, pürüzsüz bir xəmir yoğururuq. Xəmiri yoğurduq sonra dəzgahımızın üstünə alaraq kənarda ev ısısında olan tereyağını xəmirimizin üstünə qoyub, tereyağı da xəmirin içində yəni tamamilə yox olana qədər yoğrulur. Çox gözəl bir xəmir olur. Yəni gördüğünüz gibi ben 12 beziye ayırdım xəmirimi. Yəni böyük aça bildiyim üçün, əgər balaca açmaq, yəni açmaq istəyən, yəni böyük açamayan, balaca açmaq sevən varsa da yumaqlarını balaca da ala bilər. Mən böyük aldım və daha rahat olur. Zaten xəmirlər öz-özünə açılır. Yəni videoları da indi görəcəksiniz. Və xəmirimizi yoğurduq sonra bunları boşqab böyüklüyündə açırıq. Mən bu arada açarkən buğda nişastası istifadə elədim. Yəni mısır nişastası ilə də açıla bilər. Amma mən buğda nişastası istifadə elədim. Və ondan sonra boşqab böyüklüyündə açırıq və hər açdığımızı bir potumuzun içinə cığara səririk, yəni poşet, və hər açdığımız xəmiri poşetin üstünə qoyuruq və o açdığımız xəmirin üstünə bir daha poşet qoyuruq və yenə bütün bəziləri eyni şəkildə aralarda poşet olacaq şəkildə düzürük və ən son ki xəmirin üzərini də bir gözəl cığara yardımı, poşet yardımı ilə qapadırıq və xaladenikə qoyuruq. Bir gecə xaladenikdə gözləyir və gözlədik sonra ertəsi sabah xəmirlərimiz belə gördüyünüz kimi çox rahat, çox pratik bir şəkildə heç üstünə bastırmadan xəmirlərimiz açılır öz-özünə. Yəni mən açanda da buğda nişastası istifadə elədim. Yəni mısır qarğıdalı nişastası da istifadə edə bilərsiniz. Heç bir sıxıntı yoxdur. Üzərinə tereyağı əritdim. Posasını alaraq, yəni diqqətli bir şəkildə üzerlerine, yani piştik sonra üzerinde posasının yanıkları olmasın diye. Baklavamız çok güzel, çok ince, çok lezzetli. Şərbəti üçün isə 4 stəkan yarım pesoq, 4 stəkan yarım su və 1-2 damla limon suyu 15 dəqiqə harlı ateşdə qaynadırıq və şərbətimiz hazırdır. Və mən 2 cürə baklava hazırladım bu 12 yumaqdan. Bir boğça paxlava ve biri de normal standart kare olarak kestim. Zaten videolarda da var. Bu arada Ramazan bayramı da yaxınlaşır. Ben de bu paxlavanı Ramazan bayramı üçün hazırladım. Size de tövsiyəm edin çok rahatlıkla. Yani hiçbir şey yoktu. Yani inceliği, her şeyi garantidir. Çok güzel, çok süper bir paxlavadır. Siz de bu arada beni takip etmeyi, yorum yazmayı, beğenmeyi unutmayın. Yani ben bu ortamlarda yeniyəm, dəstəyinizi gözləyirəm. Özünüzə yaxşı baxın, bayramınız xeyirli, uğurlu, düşərli olsun inşallah. Edəcək olanlara nuş olsun. Diqqətinizi ayırdığınız üçün təşəkkür edirəm.